Düşünün ki, baş məşqçisiz və bir gün həyat yoldaşınız yuxusunda müdafiəçinizin növbəti oyunda qol vurduğunu gördüyünü deyir. Nə edərdiniz? Yəqin ki, heç biriniz bunu ciddiyə almaz və həmin müdafiəçini növbəti oyunda hücumçu kimi meydana çıxarmazsınız. Amma Neil Warnock bunun tam tərsini etmişdir. Belə ki, Warnock 2010-cu ildə çətin günlərdən keçən Crystal Palace klubunda çalışarkən həyat yoldaşı yuxusunda sağ cinah müdafiəçisi olan Danny Butterfield'ın qol vurduğunu görür və bunu yoldaşı Warnock'a deyir. Daha sonra Warnock FA Kuboku çərçivəsində Wolverhamptonla keçiriləcək oyunda Danny Butterfield'i hücumçu olaraq oynadır. O gün Danny inanılmaz bir şəkildə 8 dəqiqə ərzində ettirik edir və xanım Sharon Warnock'un yuxusunu gerçəyə çevirir. Daha sonra Butterfield açıqlamasında Neil Warnock çox ciddi adamdır. O gəlib mənə yoldaşım Sharon yuxusunda sənin qol vurduğunu görüb. Buna görə də bugün hücumçu kimi oynayacaqsan deyəndə heç birimiz gülmədik. Mən də yaxşı dedim və sonra 8 dəqiqəyə hat-trick elədim. O gün bunu edəcəyim ağlımın ucundan belə keçməmişdi. Həyatımın ən gözəl günü idi deyə bildirib.